Əziz qardaşlar, dəyərli müsəlmanlar, Uca Allah Nisa surəsi 36-cı ayədə buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'a." Allah'a ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Allah Teala yalnız ona ibadət etməyi və ona heç bir şərik qoşmamağı əmr etdikdən dərhal sonra buyurur ki: "Və bil valideyni ihsana." Valideynlərinə də yaxşılıq et. Ayə davam edir. Allah Teala digər yaxşılıq etməmiz lazım olan kimsələri sadalayır. Və bizil qurbə vəl yetəmə. Qohumlara və yetimlərə yaxşılıq edin. Vəl məsəkini və gəridil qurbə və gəridil cumb. Yoxsullara və yaxın və uzaq qonşulara yaxşılıq edin və sahibi bil cəmbi və yaxın dosta yaxşılıq edin buyurur Allah Teala. Allah Teala son olaraq nə buyurur? Dostlarınıza yaxşılıq edin. Bu dostlar bizimlə birlikdə müəyyən vaxt keçirən insanlar ola bilər. Bizim iş yoldaşımız ola bilər. Və yaxud da ümumi şəkildə dostumuz ola bilər. Bu kimsələrə qarşı məsuliyyətimizin olduğunu bildirir Allah Teala. Hansı məsuliyyət? İhsənə, yaxşılıq etmək məsuliyyəti. Dedi ki, bu insanlar müəyyən müddət bizimlə birlikdə ola bilən kimsələr də olar. Məsələn, nəqliyyatda bizimlə birlikdə yol gedən bir insan da ola bilər. Çünki əl-cəmb ifadəsi yanındakı mənasına gəlir. Dolayısıyla yanımızda olan, yaxınımızda olan kimsələrlə dostluq etməyimizi, onlarla yaxşılıq münasibətləri bəsləməmizi Allah Teala bizə ayədə əmr edir. Ümumiyyətlə, bu yaxşılıq etmə xüsusiyyəti, bu xislət, bu xalqımıza verilən, bəlkə digər xalqlarda olmayan, çünki öz əlində olsa belə, özünün ehtiyacı olsa belə, yaxını ilə bölüşməyi sevən bir xalqıq. Bu da bizə, dinimiz tərəfindən bizə bəxş olunan gözəl bir xüsusiyyətdir. Dedik ki, ətrafımızdakı dostlarımıza, iş yoldaşlarımıza və ya ümumi şəkildə dostlarımıza qarşı bir yaxınlıq münasibətlərimizin olması lazımdır. Allah Teala bu dostları Quran-ı Kərimdə bizlərə misal gətirir. وَتَوَاسَوْا بِالْحَقِّ وَتَوَاسَوْا بِالصَّبْرِ. Onlar haqqı və səbri tövsiyə edərlər. Yəni, əsl dostlar da bu cür dostlardır. Sənə haqqı tövsiyə edər, sənə səbri tövsiyə edər. وَتَعَوَنَ عَلَى الْبِرِّ وَالتَّقْوَى. Yaxşılığı və təqvada, yəni pis işlərdən çəkindirmədə bir-birinə yardımlaşarlar. Əsl dostluqlar da bu cür dostluqlardır, əziz qardaşlar. Bunların xaricindəki dostluqlar isə, bu dostluqlar sonu yaxşı olmayacaq. Allah Teala yaxşı dostluqların sonunun da, aqibətinin də gözəl olacağını buyurur. Rəbbimiz ayədə buyurur ki, bir-birinə müttəqilər xaric dostlar qiyamət günü bir-birinə düşmən olacaqlar. Yəni, bəlkə də bu dünyada məsələn elə zahirlər var ki, bir-birinə o qədər yaxşılıq edirlər ki, aralarına su belə keçməz. Amma axirət günü bu belə olmayacaqdır. O müttəqilər ki, bir-birlərinə yalnız yaxşılığı tövsiyə edirlər, səbri tövsiyə edirlər, haqqı tövsiyə edirlər, onların cənnətdə də aqibətləri yaxşı olacaqdır, buyurur Allah Teala. Və Rəbbimiz ayədə buyurur ki, onlar bir-birləri ilə qiyamət günü mübahisə edəcəklər. Məsələn, dünyada da belədir. Məsələn, iki oğurluq edən insan bir-birinə yaxın dost ikən, yaxalandıqları zaman bir-birlərini ələ verərlər. Allah Teala onların bu halını qiyamət səhnəsində də bizlərə təqdim edir. İndə rabbikum təxtasimun. Onlar Rəbbinin huzurunda mübahisə edəcəklər. Lə təxtasimunə lədəy buyuracaq Allah Teala. Mənim huzurumda mübahisə etməyin. Fəqad qaddəmtu leykum bil vəid. Mən sizə vaxtı ikən xəbərdarlıq etmişdim. Bəli, Allah Teala qullarını dünyada ikən onlara peyğəmbər göndərərək, onlara kitablar göndərərək kimlərlə dostluq etməsini, kimlərlə birlikdə olmasını bizlərə Allah yolunu göstərmişdir. Həyatda özümüzə kimi dostluq seçəcəyimizə diqqətli olmalıyıq. Axirətdə də eyni halı qarşılaşmamaq üçün Allah ayədə buyurur ki, qazandıqları günahlara görə zalimlara bir-birinin dostu edərik.
Yəni dünyada ikən günahı birlikdə işlədikləri üçün ahirətdə də eyni aqibəti, eyni əzabı dadmalar üçün onları birlikdə edərək buyurur. Amma Allah nə buyurur? وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara yaraşarlar. وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ. Mömin kişilər, mömin qadınların dostudurlar. Mömin kişilər, mömin qadınlarla dost. Yəni dolayısıyla bu mənəvi dostluqdan söhbət edir. Onları himayə etməkdən söhbət edir. Fasiqlər də fasiqlərin dostudurlar. Münafiqlər də münafiqlərin dostudurlar. Amma müsəlmanlar isə yalnız möminləri özlərinə dost tutmalıdırlar. Çünki insan kimi dost seçirsə, onunla eyniləşir. Allah Teala qulun seçiminə görə ona yaxşı və ya pis dost nəsib edir. Rəbbimiz ayədə buyurur ki, kim Rahmanın zikrindən üz çevirərsə, Allah şeytanı ona mübtəla edər, o da ona düşmən olar. Şeytan da ona dostluq edər. Dolayısıyla Rahmanın zikrindən uzaq olan insanlardan uzaq olmalıyıq. Yoxsa şeytan bizim dostumuz olar. Amma Allahın zikri keçən məclislərdə olmağımız, dünyaya bağlanan insanlardan uzaq olduğumuz zaman, salih insanların ətrafında olduğumuz zaman, mələklər belə insanlara nə deyərlər? Nəhnu əvliyəkum fil hayatid dunya və fil axirə. Biz sizin dünyada da dostunuzuq, ahirətdə də dostunuzuq. Demək ki, bir müsəlman diqqət etməlidir ki, kimlərlə dostluq edir? Biz birincilərin yanında olmalıyıq, yoxsa ikincilərin yanında olmalıyıq. Rəbbimiz buyurur ki, وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ الصَّالِحَ وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Allaha tərəf dəvət edən, salih əməl işləyən və mən müsəlmanlardanam deyən insandan daha gözəl kim ola bilər? Yəni biz dost seçərkən yalnız belə insanları özümüzə dost bilməliyik. Və bir də idfə' billati hiyə əhsən. Pisliyi yaxşılıqla dəf et buyurur Allah Teala. Əgər dost qazanmaq istəyiriksə, ətrafımızda yaxşı insanların olmasını istəyiriksə, biz pisliklə cavab verməməliyik. Çünki insan adətən pisliklə cavab vermək istəyir. Rəbbimiz isə, əgər yaxşı dost qazanmaq istəyirsinizsə, ətrafınızda yaxşı insanların olmasını istəyirsinizsə, pisliyə yaxşılıqla cavab verin buyurur. فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Sənə qarşı pislik işləyən insan, sən əgər ona yaxşılıq edəcəksənsə, bir gün görəcəksənsə, o sənə dost olmuşdur. Biz isə tam əksini edirik. Amma nə qədər yaxşılıq edirəm, amma o başa düşmür deyirik. Allah yalan danışmaz. Biz demək, biz düz hərəkət etmirik. Biz dostu qazanmağın yolunu bilmirik. Bir insanın ətrafındakılar şeytan və şeytanlaşmış insanlar olarsa, çox keçmədən o da onun kimi olar. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, insan dostunun dini üzrədir. Yəni dost seçimində diqqətli olmalısan. Yoxsa sən də onun dini üzrə olacaqsan birazdan. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem başqa bir hədisdə də dost seçimində gözəl bir misal verir bizə. Yaxşı dostla pis dostun misalı ətir satanla, müşt satanla körüşdüyünün misalı kimidir buyur. Ətir satanın yanında olduğun zaman ya sən ondan ətir alarsan, ya o sənə ətiri hədiyyə edər və ya ondan gözəl qoxu əldə etmiş olarsan. Körüşdüyün yanında olduğu zaman isə o sənin üstü başını yandırar və ya ondan pis qoxu əldə edərsən. Odur ki, əziz qardaşlar, dost seçimində bir müsəlman olduqca diqqətli olmalıdır. Saffat surəsində cənnət əhlinin bir-birlə diyaloqunu Allah Teala bizlərə təqdim edir və cənnət əhli bir-birlə arasında söhbət edərkən bir-birlə nə deyirlər? Mənim bir yoldaşım vardı, o belə deyərdi. Sən həqiqətən öldükdən sonra dirilməyə inananlardansanmı? Demək ki, o cənnətdədir, lakin o inananlardan olmadı. Onun şeytani vəsvəsəsinə uymadı. Və o, ayə belə davam edir, o cəhənnəm əhlinə boylanacaq və o dostunun orada olacağını görəcək və deyəcək ki,
Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin. Allahın mərhəməti olmasaydı, mən də cəhənnəmə atılanlardan olacaqdım. O gün peşmançılıq içərisində Allah Teala buyurur ki, o gün zalim bir kimsə peşmançılıqdan barmaqlarını dişləyərək, kaş ki Peyğəmbərin yolunu tutaydım, kaş ki filan kəsi özümə dost tutmayadım deyənlər də olacaqdır. Amma o şeytanın vəsvəsəsinə uymayan insanlar da olduğunu Rəbbimiz bizlərə ayələrdə təqdim edir. Rəbbim bizlərə ətrafımızda yaxşı insanlarla dostluq edə bilməyi, özümüz yaxşı dost ola bilməyi Allah bizlərə nəsib etsin. Hər zaman səbri tövsiyə etməyi, haqqı tövsiyə etməyi Allah bizlərə nəsib etsin ki, dostlarımızla aramızı möhkəmləndirə bilək. Amin.